Dünya bugün çox güclü şəkildə dəyişir və bugün yeni texnoloji dövr, 6-cı texnoloji dövr başlayır. Bu dövr bizə tamamilə yeni texnologiyalar, yeni biliklər gətirəcək və biz buna hazır olmalıyıq. İqtisadçı olaraq demək istərdim ki, iqtisadiyyatda 4 əsas amil mövcuddur. Əvvəllər istehsalın 3 amili var idi. Son illərdə isə 4-cü amil əlavə olunur. 3 amil torpaq, işçi qüvvəsi və kapitaldır. 4-cü amil isə sahibkarlıqdır. Siz biznesdən danışırsınız. Sovet dövründə biznes yox idi. Dövlət yalnız öz resurslarını paylayırdı. Mən bilmirəm, əlbəttə, bugün Qazaxıstanda, Özbəkistanda və Azərbaycanda vəziyyət tam olaraq necədir, amma düşünürəm ki, orada da artıq sahibkarlıq və biznesin yaradılması məsələsinin dövlətə çox vacib dəstək olduğunu başa düşürlər. Ümumiyyətlə, dövlətin biznesdə rolu haqqında danışsaq, dövlət əlbəttə ki, bazarı hər halda tənzimləməlidir. O, hər şeyi tamamilə sərbəst buraxa və istədiyinizi edin deyə bilməz. Ancaq düşünürəm ki, hər bir dövlət kiçik və orta biznesin böyük addımlarla inkişaf eləməsi üçün münbit şərait yaratmalıdır. Bunun üçün uyğun sahələr var. Kənd təsərrüfatı, xidmətlər sahəsi, turizm və başqa sahələr var ki, bunlar kiçik və orta biznesə verilməli və onların inkişafı üçün şərait yaradılmalıdır. Lakin iqtisadiyyatın elə sahələri var ki, dövlət öz nəzarətinə götürməli və ona dəstək verməlidir. Mən demirəm ki, dövlət orada səhmdar olmalıdır, amma ağır sənaye, müdafiə sənayesi kimi sahələrdə dövlət kömək eləməlidir. Çünki kiçik və orta biznes bu sahələrdə hələ inkişaf eləyə bilməz. Bu şərtlər altında çox vacib olan bir məqam da var. Biz yeni texnoloji dövrə keçərkən dövlət innovasiyaların inkişaf etməsi üçün də şərait yaratmalıdır. İnnovasiyaların inkişaf eləməsi üçün də biz ümumi daxili məhsuldan ciddi bir hissəni elmi sahəyə ayırmalıyıq. Bu məsələləri birgə müzakirə edib həll eləməliyik. Mən düşünürəm ki, hər kəsi qane eləyəcək. Heç bir ölkənin təşkilatın digər üzvlərinin nəzarət üstünlük əldə eləməsinə və heç bir ölkənin maraqlarının pozulmasına səbəb olmayacaq ideal bir model işləyib hazırlasaq, bu bizə çox böyük bir irəliləyiş verəcək və biz dünyaya gücümüzü və qüdrətimizi göstərəcəyik. Покажем всему миру нашу мощь и нашу силу.